Salam dostlar, hər vaxtımız xeyir olsun. Bu videoda sponsor display seriyasından növbəti kampaniya tipi olan lifestyle və interest audience haqqında danışacağıq. Çox önəmlidir. Bununla bağlı da kampaniya yaratmalıyıq, ancaq məhsulumuz uyğun gələrsə. Ona görə bilməyimiz şərtdir. Gəlin bərabər oxuyaq. Rich audience whose shopping and entertainment activities suggests certain interests or lifestyle preferences. O deməkdir ki, bir sözlə mənası belə gəlir ki, bəlli bir audiensi hədəfləyir, hansın ki, artıq alış və əyləncə aktivliyi var, mövcuddur, formalaşıb, bəlli bir həyat tərzi çərçivəsində formalaşıb, belə deyək. Bəlli bir həyat tərzi qəlbinə oturmuş, alış-veriş vərdişi var, əyləncə aktivliyi var və ya hobbisi var. Bunun üçün lifestyle-dir. Biz bu audiensi hədəfləyirik. Biraz da açıqlayaq. Keçən indi Amazonda məsələn fitnessi deyək ki, əyləncə tərzi olan insanlar fats protein bars. Bunlar onlar üçün həyat tərzində qidalanmadır. Amazon Amerikada, xüsusilə Amerikan müştərisi dəhşət çox yeyir bunu. Həyat tərzi olaraq idmanla məşğul olur və belə demək protein barlarla qidalanır. Birini seçirəm məsəl üçün, üzərinə klik eləyirəm. Yuxarıda görürsünüz ki, artıq reklam kampaniyaları peyda olur. Baxın, burada bir eyni kateqoriyada olan məhsul çıxdı qarşımıza. 2. Clean Protein Bars. Bu başlığıdır. To satisfy your sweet tooth. Okey. Bunların bir neçə variantı qarşımıza çıxa bilər. Ya View kampaniyanın bizim qarşımıza çıxdılar. Ya Purchase ilə, ya Contextual və ya bunu demək şərtdir ki, Lifestyle. Bunun üzərində də bizim qarşımıza çıxa bilərlər. Yəni ki, bir sözlə, biz bu məhsulumuz varsa bizim, Trubar bizim brendimizdirsə, biz istəyirik ki, lifestyle olan, fitness'ə maraqlanan insanların qarşısına çıxardaq məhsulumuzu. Biz həmin kateqoriyanı hədəflədiyimizdə burada da çıxa bilərik, burada. Və ya biz orada suggest olunan bölümlər var, göstərəcəm onları. Burada demək, browse edə bilərik. İstədiyimiz kateqoriyanı seçə bilərik. Biz orada fitness'i seçə bilərik. Tək bu olmaz onda. Daha da geniş ola bilər. Məsələn, deyək və deyək fitness resistance band. Biz artıq da auditoriyamızı daha da genişləndirib bunların da üzərində görsənə bilərik və test edə bilərik. Hansının conversion daha yaxşıdırsa, biz onlar üzərindən daha da aqressiv şəkildə davam edə bilərik. Yox, əks halda isə görsünüz eyni vəziyyət tam yerinə düşdü. Tam yerinə düşdü. Bu Trubar brendi super əla alındı bu. Demək, nə edibdir? Lifestyle olaraq hədəfləyibdir. Lifestyle olaraq hədəflədiyinə görə özünün birbaşa olan rəqiblərinin də, direkt rəqiblərinin də ekranında görsəndi. Ümumi fitness kateqoriyasında da görsəndi. Gördünüz? Bax, bunu demək istəyirdim. Aşağıda gördüyünüz böyük ehtimal kontekstualdır. Birbaşa azini hədəfləyibdir. Ancaq bu Trubar birbaşa hədəfləyibdir demək, lifestyle həyat tərzi olan fitnessdə olan demək kateqoriyanı. Kimin ki həyat tərzi belə deyim, fitnesslə bağlı onları hədəfləyib. Bu. İndi isə keçək. Nəsə sualınız olarsa aşağı kommentariya yazarsınız. Tam başa düşdüyünüzə inanıram ki, bu lifestyle söhbəti nə deməkdir. Sonra bunun keçək necə yarandığına. Demək, əvvəlki videolarda olduğu kimi remarketing videosuna baxsaz, linkini qoyacağım yuxarı. Orada göstərirəm necə kampaniya yaradılır. Birbaşa vaxt itirmədən keçirəm lifestyle-a. Əvvəl hamısında eynidir. Sadəcə burada remarketingin yerinə öncəkilərdə məsələn seçildik remarketing, düzdür. Burada isə biz back verirəm. Nə kontekstual, nə remarketing, nə in-market. Növbəti videoda bunun haqqında danışacağım. Birbaşa lifestyle-a hədəfləyirik və lifestyle-dan gəldikdə remove eləyin. Amazon suggest-lərini remove eləyin. Onların zəif geri dönüş olduğunu görmüşəm. Biz birbaşa nə edə bilərik? Özümüz browse edib məhsulumuzu seçə bilərik. Məsələn, deyək, fitnesslə bağlı bir qida mı satırıq? Burada sportla bağlı olan, deyək ki, məsələn, düşə aşağı entertainment ola bilər, buradan seçə bilərik. Və ya food drink, daha doğrusu sportla bağlı məhsulumuz varsa, biz food and drink seçə bilərik. Əgər bayaqki kimi bar var, heç ondan söhbət gedir. Sonra buradan biz sport fitness, əlbəttə fitness seçə bilərik kateqoriya olaraq. Fitnessin sonra sportu seçirik. Lifestyle olaraq bu sektorun içində olanlar bizim hədəfimiz olacaq.
belə seçirik və ondan sonra launch campaign elədiyimiz zaman tamamilə kampaniyamız hazırdır. Belə dostlar, lifestyle audience məntiqini başa salmağa çalışdım. Nəsə sualınız olarsa kommentarla yaza bilərsiniz. Bir konsultasiya üçün description-a qeyd edəcəyim WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hələlik özünüzə müğayət olun. Hər kəsə uğurlar.